Bürçlər. Dolça, əkizlər tərəzi 16 may, 22 may zamanlaması. Həftəlik keçid dolçalardan başlayırıq. Dolçalar. Nə gözəl bir dövr. Hiləgərcə düşüncələrə ataklar alacaqsınız. Bu lazımdır. Yoruldum artıq. Nə qədər olar? Bu cümlələrlə həftə başladırsınızsa, düşünürəm ki, qarşınızda heç bir mövqedə insan, belə deyim də, struktur olaraq dayanacaq bir öncəlik zaten yox. Hər kəs pas, hər kəs bir geri çəkilmə durumunda. Nədən bunu etdim? Madəm ki, mən hər gedişatda sadəlövcə, ən gözəl şəkildə, hazır bir çizgidə, duyğularımı yönləndirdim, insanlığımı göstərdim, hədəflərimi göstərdim. Bu qədər mənim arxamca iş çevirirsiniz, sən doğrudur desək, yəni. Mən bilərəkdən, mən hiss edərəkdən, bunu görərəkdən, bunu edirsinizsə, nədən bir hiləgər və sinsicəlik bir durumu yaratmayım? Bunu mən haqq etmədim, bunu siz haqq etdiniz. Dolçalar, bu həftə mübarizə aparacaqsınız, amma sağ göstərib sol vuraraq və iddianıza doğru gedəcəksiniz, bəli, bol bərəkətli bir zamandır dolçalar üçün. Amma birazcıq sağlıqsal konularınıza diqqət edin, xüsusən də nasıl deyirlər, xanımlar, kadınsal problemlər yanlış anlaşılmasın əsla. Bu konulara diqqət edərəkdən öncəlik alın. Amma ən şərəfli bir titul qazanacaqsınız həftədə. İyiliklərimin qarşılığını aldım. Kötülüklər edənlər, haradasınız? Sağ göstərib sol vurdum, qorxdunuz sanki. Yəni, bunu düşüncə olaraq öncəlik çəkəcəksiniz. O demək deyil ki, siz kimsə qorxuzacaqsınız, xeyr. Düşüncələrinizdən atdığınız addımlardan ehtiyat edib geri çəkiləcəklər. Çünki mübarizəni dayandırmağa artıq öncəlik alırlar. Amma sizin üçün yorucu olmadı bu dolçalar. Gözlədiniz, hədəfi həftə daxilində isə tam patlama dəngəsi. Maddisal konulardan bəhs edəsi olsaq, həftənin orta zamanlaması çox mükəmməl. Bu həftə ümumiyyətlə qidalanmanızda, nasıl dərlər, meyvə tərəvəz çoğunluğunu artırın. Bu sizin üçün yeni enerjilər, stimul, xüsusən də narıncı tərəvəz meyvələrə diqqət edərəkdən aktivləşdirin. Tam sahası, tam mevsimi, tam sezonu, qoy belə deyim, öncəlikləri var. Tam əgər mərkəz enerjidirsə, zaman çəkimində də dəyərləndirin. Uşaqla bağlı yenilikləriniz aktivdir. İkili rəfiqə münasibətlərində, dostluq münasibətində, xanım, bəy energetikaları adına, xüsusən də xanımlar, diqqət edin. Çox iddialı fikirlər irəli çəkə bilərsiniz və çox iddialı şəkildə fikirlər ala bilərsiniz ki, bu da sizi cəmiyyət həyatınızda stimul və işıqlarınızı yönləndirəcək, dəyişdirəcək və tək deyilsiniz sahalarda, cütləm enerjilər, cüt ataklarda öncəlik. Çox uğurlu nüanslar zaten var dolçalar adına. Sevinəcəksiniz. Əgər əkizlərdən bəhs ediriksə, əkizlər bir nə istədiyinizi bilsəz də, bu kavramı insanlar və özünüzü anlaya bilsəz, sözümdən əsla incinməyin. Gücüm var, amma gücümün önünü kəsmişəm. Düşüncəm var, amma düşüncəmin önünə sərhəd qoymuşam. Yalnız peşindəyəm, xırda xuruş, belə deyim də, loru desək, nüansların peşində. Əkizlər, siz iki güc daşıyırsınız. Xeyr ola bu günlərin bir hədəfə yönəlirsiniz. Bu da sizi nəyə gətirir? Bir yolu açıq saxlayanda bir yolu bağlı. Cəngavər kimi öncəliklər etməlisiniz ki, o arı balı çəkər gibi öz dərin xarakterlərinizi öncəlik edərəkdən. İkili münasibət onsuz da sizin üçün şanslı sahaları gətirir. Əkizlər, xanım, bəy fərq etməz. Çox şanslı sahalardasınız, xüsusən də bəyəfəndi. Amma bu həftə diqqət etməniz gərəkən maddiyyat, iş həyatı, şəxsi həyatınız ketumlaşmış enerjilərin tamamən köklü şəkildə dəyişdirilməsi. Egoizminizi bir kənara atmalısınızmı? Bəli, artıq zamanıdır. Çünkisi bundan ibarətdir ki, güc və belə deyim, rahatlıq qazanmağınız adına həftə sizə hər mənada şanslar gətirir, xüsusən də həftənin orta zamanlaması. Amma burada birazcıq ailə bağlarının narazı düşüncələrlə gərginləşdirəcəksiniz. Amma nə istədiniz bəli deyil, bir anlasalar da, sözüm əsla yanlış anlamayın əkizlər. Sizi belə görmək, təbii ki, favori bürcüm olaraqdan öncəlikdə siz belə görmək istəməzdik desəm, tam isabət. Diqqət edin, o ballanmış enerjiləri, o ballılıq dəngələrini almağa, iş həyatında yenilənmə, bir iş olduğunuz nüanslarda qaçmağa, hövsələdən çıxdım, artıq yetər, bezdim, nə bilim, çox ketumlaşdırmışsınız enerjiləri. Çıxmayın, qaçmayın, çərçivələri böyüdün, yenilikləri böyüdün.
Yol səyahətləriniz var, arabayla gediləcək, uşaqla bağlı aktivliklər sahanız, danışıq, gülüş səsləri, qığılcımları mükəmməldir əkizlər, amma biraz dərin enerjilərdə addımlasanız daha gözəl şəkildə etkilər var həftə daxilində. Davam edək. Tərəzi. Tam tərəzi xarakterik və tipajı öncəlik edir. Komfort istəyirəm, ağıllıca düşünürəm. Mənlə oyun oynayanlara, oyun qurmağa çalışmıram artıq oyunlarının qarşısına, oyun çıxardıram. Niyə mənim huzurumu bozursunuz, niyə mənim ağız tadımı kaçırırsınız, türklər demiş. Nədir bu alıb verəmədiyiniz mənə doğru, məndən yana, xüsusən də xanımlar. Sakit oturub baxırsınız, görüm kim nə edəcək. Bu düşüncələr, bu fırtınalar hamısı qəlbinizin, o düşüncələrinizin içində. Amma hər kəsə qarşı bir gizlilik yaratmışsınız, düşüncə bağlılıqları yaratmışsınız. Bu həftə isə nə edəcək tərəzilər? Tam mərkəzdə dayanıb hədəflərinizi, hərəkətlənmənizi göstərəcəksiniz. Maddi sahaları mükəmməl, həftə ortası son zamanlaması, qazanclar adına, yeniliklər adına, xərcləmələr adına, ən çox da xüsusən də burada yönləndirəcəksiniz. Bunu mən edirəm sizin üçün bu jesti, maddi konuları, siz gelin mənim üçün bu nüansları aktiv edin. Ailə bağı güvəncinizdən aktivləşəcəkdir. İkili münasibətdə isə həftənin sonunda o sevgi valisini oynayacaqsınız. O sevgi valisini ətrafınızda göstərərəkdən ikili münasibətdə harmonik, melodik tonlarda və çox mükəmməl sahanız var. Yaxşı, əkizlər, daha doğrusu tərəzlər, mən sizə belə bir söz deyəcəm. Təbii ki, biz sizə bu fikirlər adına. Gizli saxlamağa çalışdığım mövzular var. Siz onu bilirsinizmi ki, sizin gizliləriniz ətrafda çox açıq hiss olunur. Hər anlamda özürlü sayın. Nədir məsələ? Məsələ ondan ibarətdir ki, gizliləriniz açıq hiss edilir, çünki qəlbinizin işığı ətrafınızdadır. Venera gücü ilə, ümumiyyətlə, ən gözəl əlbəttə ki, takdiri ilahi, enerji çəkimindən təbii ki, bəhs edirik. Əkizlər, tərəzi insanları nə qədər gizlətməyə çalışsanız da sizin o kövrək yanlarınız öncəlikdədir. Çox gözəl dualar alırsınız. Çalışmayın gizlətməyə. Özünüzü və duyğularınızı tam oynayın mərkəzdə. O zaman nə olacaq? Həftə sizə nə gətirəcək? Həftə sizə o qurtulmaq istədiyiniz yükləri. Hər daim də enerjiləriniz yüksəlir. Tərəzilər, alacaqsınız kalbinizin, iyiliklərinizin cavabını ki, zaten alırsınız. Bunu siz hiss etsəz də, hiss etməsəz də. Enerji baxımından kütlələriniz var. Ailə bağları, qohumluq adına narazı olaraqdan düşüncələriniz var ki, onlar hamısı tuk qapınıza dayanıb da bir gün mən bunu duydum və bu həftə daxilində mən bunu gördüm deyəcəyiniz cümlədə siz də yorumlarda gözləyirik, yaxşı mənada, çünki tərəzilər hər anlamda, hər şeyin ən gözəlindən layiq olan zodiaklardan biridir. Çünki heç kəslə işiniz yoxdur və bacardığınız qədər iyimsərlik öncəliyindəsiniz. Bir də sizə anlasalar, desəm ki, zaten anlayırlar. Siz özünüzü anlatmağa düz çalışın, yaxşı mənada. Öncəlikləriniz aktivdir, gözəl dualar edin, evrenin ən gözəl işıqları sizdə olsun, bütün zodiaklar adına. 7-7-7 yenədən möcüzələrə açığam deyərəkdən evrənə gözəl dualarınızı göndərin. Uğurlar hər birinizə. İşıqlı bir yolculuq var hava qrupu üçün.